Gömrük əməkdaşının iştirakı ilə törədilmiş daha bir qaçaqmalçılıq cinayəti üzrə məhkəmə araşdırması başa çatıb. Bu dəfə 3 nəfər baş gömrük inspektoru Tural Nəsibov, Cavid Babayev və Tehran Ramazanov mühakimə edilib. Onlardan yalnız sonuncu azadlıqda olub. İstintaqla müəyyən edilib ki, Cavid Babayev Tural Nəsibovun doğma dayısıdır. Cinayət planı da əvvəlcə dayı ilə bacıoğlu arasında qurulub. Belə ki, Tural dayısını inandırıb ki, Rusiyadan ölkəyə dərman vasitələri, aksi siqaretlər və digər mallar gətirməndən yaxşı qazanc əldə eləmək mümkündür. O, dayısını gömrük orqanında işlədiyini əsas gətirib və malların ölkəyə keçirilməsində heç bir problem yaranmayacağına inandırıb. Və bu işdə qohumlara yük maşını sürücüsü Tehran Ramazanov da kömək edib. Onlar arasında razılaşma Bakıda restoranların birində əldə edilib. Razılaşmaya əsasən xaricdə dərman və digər malların alınmasını Cavid, onların yük avtomobili ilə sərhəddən keçirilməsini Tehran, gömrükdən manesiz buraxılmasını isə Tural Nəsibov təşkil etməliymiş. Planlaşdırıldığı kimi 2024-cü ilin yayında şimal istiqamətindən yük avtomobili ilə gətirilən mallar gömrük orqanlarına bəyan edilmədən ölkəyə keçirilib. Lakin maşın rentgen yoxlamasına yönləndirildikdən daha doğrusu cinayət planı ifşa edilib. Həmin vaxt Tural Nəsibov maşının rentgen yoxlamasının gecikdirilməsi və ümumiyyətlə keçirilməməsi üçün gömrükdə çalışan tanışlarından xahiş etsə də müsbət cavab ala bilməyib. Yoxlama zamanı gizlədilmiş bütün mallar aşkar edilərək müsadirə edilib. Cinayət işi Baş Prokuror yanında Korrupsiyaya qarşı mübarizə baş idarəsində istintaq edilib. Əsas təşkilatçı olan Tural Nəsibov ittihamla razılaşmasa da bir çox epizodlar Tehranın etiraf edici ifadələri əsasında təsdiqlənib. Tehran ifadəsində deyib ki, o yük avtomobili sürücüsü kimi Dağıstandan aldığı yükləri Azərbaycana daşıyırmış. Turalla isə bu hadisələrdən təxminən bir ay əvvəl tanış olublar. Sonuncu dəfə gətirdikləri yükün qanunsuz olduğunu ona nə malı maşına yükləyərkən Cavid, nə də Tural deyib. Bundan yalnız gömrükdə saxlanılarkən xəbər tutub. Məhkəmə istintaqı zamanı təqsirləndirilən şəxslərə verilmiş ittihamlar şahidlərin ifadələri ilə də təsdiqini tapıb. Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Tural Nəsibov 6, Cavid Babayev və Tehran Ramazanov 5 il 6 ay müddətinə azadlıqdan məhrum ediliblər. Bu vaxta qədər azadlıqda olan Tehran Ramazanov elə məhkəmə zalındaca həbs edilib.